Miyomam var, onkomarkerin yüksək çıxıb. Bu fikirləri pasientlər tez-tez səsləndirilir və bir çox kollegalar tərəfindən də CA125 analizi yanlış qiymətləndirilir. CA125 analizi yumurtalıq xərçəngində verilən bir şiş markeridir. Amma xüsusi, dəqiq, diagnostik bir test deyil. Biz bunu nə vaxt deyirik? Yumurtalıqlarda hər hansı xoşa gəlməyən bir kistlər olarsa, əgər yenə də bunun səviyyəsi yüksək çıxarsa, tək onun üzərinə biz qərar vermirik, əlavə digər müayinə metodlarına baş vururuq. Amma CA125 analizinin, yəni onkomarkerin miyoma ilə heç bir əlaqəsi yoxdur və heç bir diagnostik dəyəri də yoxdur. Niyə miyomada CA125 verilir, mən hələ də anlamıram. Bu yalnız və yalnız pasientlərə əlavə yük və qorxudan başqa bir şey deyil. Əziz xanımlar, əgər miyomanız varsa, biz bunu necə dəyərləndiririk? Pasientin klinik əlamətlərinə uyğun olaraq, ultrasəs müayinəsinə uyğun olaraq və ehtiyac olarsa kiçik çanağın MRT müayinəsini edirik. Yəni onkomarker CA125-in miyoma ilə heç bir əlaqəsi yoxdur. Belə.